Qapını topdan qurtardı, ancaq qaqış özünü qurtara bilmədi. Başlıqdan da gördüyünüz kimi bugünkü videomu izlə amma gülmə olacaq. Videoya like atın, kanalımıza abunə olmayanlar varsa kanalımıza abunə olsun. Çox uzatmadan keçdik videoya. Baxaq görüm qarşımıza nə cür gülməli video çıxacaq. Təxmini bildiyim qaqaş nə etmək istəyir. Check this out. Papa, what are you doing? Oh my god, it's coming Qaşlar getdi. off! No, It's no, it not. ain't. No, It's it's not. No, it's coming off. Nə pis dəyişildi. Gülməli deyil əslində, amma ki dəyişimi çox pis oldu. Qolan fırlatmaq istəyir. Qolan salafan niyə tökür ki? Stəkanı tökə bilməz. Bildirməmək üçün eləyir. Bilməsin heç kim ki, kolu fırladıb da bu. Bəxti gətirmədi deyəsən. Təəssüf ki. Qapını topdan qurtardı, ancaq qaqış özünü qurtara bilmədi. Bir voleybol oynayır. Oh my god, oh my god, oh my god, oh my god. Biraz da tunlansa lampaya çatacaq. Pişiklərin dırmaşma bacarığını bilirdim, amma ki tullama bacarığını görməmişim. Tərsinə oldu, nəsə it qaqaşdan qorxdu. Mən də effekt olduğunu indi anladım. Yumurta bolluğu deyə deyirsən. Toyuqlar bir yandan, bitki də bir yandan. And here is Mester of Germany, his first attempt in the javelin in the F4. Ayda. Diş söpələdilər bütün qaqaşın üstünü. Gülmə qonşuna, gələr başına. Zəncirvarı qəza yarandı burada. Bu uşaq ağlayır yoxsa gülür? Ayda, Zarefka qutar deyil. 107 yaşı olur, özündən get. 107 yaş az deyil. Bu mahnı. Cəmaət bu mahnı ilə edit hazırlayır, bu öz videosunu çəkib. Oy, cəddlik. Qaqaş peşəkardır deyəsən. Bunu göndərin alışqan fırlatmaq istəyən dostunuza. Google-da Google axtarış edir. Həqiqətən çox bomba fikirdir. Belə həbsirmək olar. Həbsirmək belə olmalıdır. Bu həbsirmək olmadı, bu raket attı promo. Kişi neynir ola? Arvad özündən getdi. Atlan lan. Bu da hiç aşağı atlan. Koyun kazanıyor. Bir olsun. Ay, necə çıxdı söylə. Маршрут перестроен. Господи, пожалуйста, спасибо. Əla zarafatdım. Bu zarafatdan sonra dəli olmayıblarsa yaxşıdır. Cəmaət maşın edit eləyir, bunlar pişik edit eləyib paylaşıblar. Nədən çox super alındırıblar.
öz səsindən qorxdu. Uşağı yerində mənə başım ayılan deyə. Dostlarım, bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Düz bəzi yerlərdə güldüm, o da tam gülmək sayılmazdı. Siz hansı videoya güldünüz, onu rəylərdə yazmağı unutmayın. Sağ olun, sevilirsiniz.